Bilirsiniz, biz bəzən çox kobud səhvlərə yol veririk. Azərbaycan mediasında, sosial şəbəkələrində indiki bu kuklanın anası, Azərbaycanlı şahanə deyək də, onunla bağlı çox kövrək, çox romantik duyğular var. O adam millətcə Azərbaycanlı olsa da Azərbaycanın düşmənidir. Bunu Bir bir dəfəlik mənalı, bilmək. bəli. Qalsa Xamneyi də Azərbaycanlıdır və digərləri də Azərbaycanlıdır. Pezeşkan prezident seçiləndə Bakıda elə sevindilər ki, sanki Güney Quzeyə birləşirdi. Xeyr, Pezeşkan İranın prezidentidir, Azərbaycanlıların prezidenti deyil. Buna görə də biz Pezeşkanı dəstəkləməliyik. Güney Azərbaycanlıları mən yenə də deyirəm, bu aksiyalara qatılmamağa və başqalarının əlində oyuncaq olmamağa çağırıram. Və Güneydəki qardaş bacılarımızı, övladlarımızı Pezeşkiyanı dəstəkləməyə çağırıram. Xamneyini yox, mollaları yox, məhz Pezeşkiyanı. Çünki İranın nicatı indi Pezeşkiyan və onun ətrafındakı dəstədir. O qaldı ABŞ-ın siyasətini. ABŞ çox düşünülmüş və zərrə-zərrə, qram-qram hesablanmış bir siyasət yürüdür. Vaxtilə İran həddindən artıq özünü qüdrətli hesab edirdi, hamını hədəliyirdi. Nəticə nə oldu? 12 günlük əməliyyatda İran ordusu darmadağın edildi. İranın nüvə mərkəzləri viran qaldı. Halbuki İran deyirdi, yox, bizim raket sənayemiz, nüvə uranın zəngiləşdirmə mərkəzləri, Fərdo və digərləri, yerin Natanz və digərlərinə heç nə olmayıb, yalan danışılır gözlərinin içinə kimi. İndi də özləri etiraf edirlər ki, biz bərpa ilə məşğuluq. İran hakimiyyəti mütləq dəyişməlidir. Mütləq. Çünki bu qaniçən, bu cəllad hakimiyyətdən kənarlaşdırılmalıdır. İran bu vilayət-i fəqih adlanan efemer, uydurma, çağdaşlıqla heç bir əlaqəsi olmayan bir hakimiyyətdən uzaqlaşmalı. Düşünün ki, İranda məscidlərdə sünnilərə lənətlər oxunur. Düşünün ki, bu lənətə gəlmiş din xadimləri müxtəlif müqəddəsləri, müxtəlif Peyğəmbərin ailə üzvlərini belə təhqir edirlər. Reallıq isə budur ki, şiələr dünya müsəlmanlarının azlığını təşkil edir, çoxluğunu yox. Belə çıxır, dünya müsəlmanlarının 90% yanlış yoldadır. Türkiyə yanlışdır, Pakistan yanlışdır, Səudiyyə, hamı yanlışdır, bir bunlar düzdülər. Olmaz belə. Nə din, nə xurafat, nə vilayət fəqih adlanan nağıllar, nə müstəqillik, bu hamısı yalandır. Amerika Birləşmiş Ştatları başda olmaqla, İsrail başda olmaqla, qərb gücləri heç vaxt imkan verməyəcəklər ki, Güney Azərbaycanda müstəqil Azərbaycan dövləti qurulsun. Niyə? Çünki bir Azərbaycan indiki belə onlar üçün çoxdur hələ. Onlar bizi zəiflətməyə çalışırlar. İndi düşünün ki, 3 dəfə böyüməsinə niyə razı olsunlar deyirsiniz? 35 milyonluq bir Azərbaycan var. Və iki Azərbaycan dövləti olarsa düşünün ki, Türk dövlətləri nə qədər güclənir və belə olanda hətta Türkiyə belə arxa plana keçir. Çünki iki Azərbaycan birləşəndə bütün yaxın şərqin lokomotivinə çevriləcək. Buna imkan verməyəcəklər, özümüzü aldatmayaq. Biz dövlət qursaq belə bizi qurşuna düzəcəklər. Bizim itkilərimiz həddindən artıq çox olacaq. Amma bu geri çəkilmək anlamına gəlirmi? Qətiyyən. Dediniz, Amerika Birləşmiş Ştatları İrandakı Kürdləri silahlandırır. Yaxşı eləyirlər, çünki İranın federallaşmasına can atırlar. Necə İraqda? İraqın şimalında İraq Kürdistanı qurulduğu, qərb dövlətləri əllərindən gələni etdilər ki, bu İraq Kürdistanı ilə Türkiyə və Azərbaycanın münasibətləri, Türk dövlətləri münasibətləri pozulsun. Amma tam tərsine oldu. Bilirsiniz, Bərzani ailəsi Azərbaycanın çox yaxın dostudur və bizim çox xoş münasibətlərimiz var İraq Kürdistanına. İsrail və ABŞ-ın qucağında oturmuş və İrandan da pul alan bu hərgələ türklər deyirlər. Bərzani, Tələban olaraq. Süleymaniyədə olan bu adam İsrailin bir tərəfdən, İranın bir tərəfdən, üstəlik də Amerika Birləşmiş Ştatlarının bir tərəfdən sifarişlərini yerinə yetirməklə məşğuldur. Və əgər düşünürsünüzsə ki, İran İraqdan əl çəkib, xeyr, İraq parlamentinə keçilən seçkilərdə İranpərəst qüvvələr dağıdıcı üstünlüyə malik oldular. Bu öz yerində. Biz nə etməliyik? Biz Azərbaycanın İran daxilində maksimal muxtariyyətinə, federativ muxtariyyətinə can atmalıyıq. Mənim canım, ruhum
qanun Təbrizim Azərbaycanın həmişə və hər zaman ideoloji, mənəvi paytaxtı olub. Şuşa necə Quzey Azərbaycanın vuran ürəyidirsə, Təbriz də həmin ürəyin bir parçasıdır. Ona görə də Amerika Birləşmiş Ştatlarının 12 günlük müharibəsində rəsmi Bakı həm Təl-Əvivə, həm Vaşinqtona ismarıc yollayaraq xahiş etdi ki, Azərbaycan şəhərlərində dinc əhali arasında tələfat olmasın, vurulmasın bu şəhərlər. Nəticə də belə oldu. Təbii ki, Quzeydə, yəni Bakıda bunu qəbul etmirlər. İndi hətta deyəcəklər, mən yenə hakimiyyəti tərifləyirəm. Yox, olanları görmək lazımdır. Mənim üçün Bakı nə qədər doğmadırsa, Ərdəbil, Urmu, Makum, Mazandaran, Marağa, Mərənd, Təbriz, Xoy o qədər doğmadır və əzizdir. Çünki bunlar bizim dədələrimizin, babalarımızın yurdudur. Biz bu Təbii, yurdu Elçin bəy, kimlərə yaxşı federallaşma nə verəcək Güneyə? Bu məsələni bir qədər sizin baxışınızdan eşidək. Bizə çox böyük çətinliklər verəcək, risklər verəcək, amma biz bu risklərin altından çıxmalıyıq. Biz mütləq buna nail olmalıyıq. Bir düşünün ki, 35 milyon insanın dilini məhv edirlər. Dili məhv etmək bilirsiniz nə deməkdir? İnsanı məhv etmək. İran rəsmiləri bildirirlər ki, baba, bəs Azərbaycan lisanında bizim darülfünunlarımız var, mədrəsələrimiz var. Hanı? Hanı Azərbaycan dilində telekanalı? Mən səhər kimi o zəhər telekanalını nəzərdə tutmuram. Azərbaycanlılara qarşı işləyən kanalı nəzərdə tutmuram. Niyə bizim analarımız, bacılarımız bu dili evlərində danışmalıdırlar? Niyə bu dil rəsmi dövlət dili səviyyəsində deyil? Axı bizim soydaşlarımız İranda titul millətdir. Biz orada milli etnik azlıq deyilik. Bizi bölürlər. Necə Şərqi Azərbaycan Ostanı, Qərbi Azərbaycan Ostanı etdilər. Daha sonra türkmənlərə böldülər, şahsevənlərə böldülər, tərəkəmələrə böldülər və s. Bizim muxtariyyətimiz bu bölünmənin qarşısını alacaq. Necə olur ki, Amerika Birləşmiş Ştatları Suriyanın şimalında faktiki olaraq muxtar olan Kürdlərə göz yumur? Necə olur ki, Qərb faktiki olaraq Suriyanın cənubunda dərzilərə paytaxt Dəməşqdən cəmi 25 kilometr aralıda Colan təpələrinin yaxınlığını faktiki muxtariyyətdir orada. Suriyanın qanunları orada işləmir. Axı biz niyə buna göz yummalıyıq? Axı indi məqamdır. Mən sözümün əvvəlində, bizim ixtilatımızın əvvəlində boşuna demədim ki, bu dəqiqə güclü hüquqdur. Hüquq güclü deyil. Bu dəqiqə Azərbaycanlılar artıq gələcək dövlətinin, gələcək ərkanının, gələcək hakimiyyətinin quruluşu ilə məşğul olmalıdırlar. Biri Amerika Birləşmiş Ştatlarına sığınan, onun uşağı olan, digər hansı ölkənin uşağı olan siyasətçilərlə yox, Azərbaycanın içindən, bağrından sıyrılıb çıxan siyasətçilərlə biz işləməliyik. Siyasi alverçilərlə, fırıldaqçılarla yox. Güneydən olan fırıldaqçılar Bakıda da yetərincədir, Vaşinqtonda da yetərincədir, İstanbulda da yetərincədir. O güneyli fədailərin, güneyli qəhrəmanların mübarizəsinə kölgə salan və milli maraqları pula satan yaramazlardır bunlar.